Sabahınız xeyir olsun. 22 avqust 2026-cı il tarixidir. Yay fəslinin 63-cü günü, Rəbiə əvvəl ayın 9-cu gündür. Həftənin şənbə 6-cı gündür. Həftə üçün istirahət günlərindən ilkidir. Hər birimizə can sağlıqlı, xoş istirahət etməyə arzulayıram. 22 avqust günündə kimlər işləri arxasınca getmişlər, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, evdə ev işləri, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlıqlı, sülh əminamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, şad xəbərlərlə zəngin olan bir şənbə günü 6-cı günü keçirmələrini arzulayıram. 22 avqust günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, sülh əminamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan və eləcə də gözəl bir zehni açıqlığı olan gün keçirmələrini, şənbə 6-cı günü keçirmələrini arzulayıram. Hər birinə qarşılarına qoyduqları məqsədlərə, arzulara çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. 22 avqust günündə kimlər müəllimlərin işə qəbulu üzrə sertifikatlaşdırma imtahanı üzrə müsahibə mərhələsinə hazırlaşırlar. Hər birinə can sağlığı, zehni açıqlığı, yol açıqlığı, iş abadlığı, şad xəbərlərlə zəngin olan, bol bərəkətli, ruzili, sülh əminamanlıqlı, firavanlıqlı bir şənbə günü 6-cı günü keçirmələrini, eləcə də müsahibə mərhələsindən də uğurla keçmələrini arzulayıram. Müəllimlərin işə qəbulu üzrə standartlaşdırmayı, sertifikatlaşdırma imtahanı üzrə demək, uğursuz nəticə göstərənlərə də can sağlığı arzulayıram. Ruhdan düşməməyi arzulayıram. Böyük ruh yüksəkliyi ilə yenidən hazırlaşaraq, demək, imtahanlara qoşulub yüksək nəticə, uğurlu nəticə əldə edərək, yenidən işdə təmin olunmalarını, işlərinə davam etməyini, əmək haqqlarının da artmalarını arzularım. 22 avqust günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 22 avqust günündə kimləri anırıq, xatırlayırıq, yad edirik, ruhları şad olsun. Onları hər birini xoş anmağı, yad etməyi, xatırlamağı hər birimizə arzulayıram. 22 avqust günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrinə, Azərbaycan ordusunu salamlayıram. Hər birinə can sağlıqlı, sülh əminamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan bir şənbə günü 6-cı günü keçirmələrini arzulayıram. 22 avqust günündə kimlərin ad günüdür, şad günüdür, xoş günüdür, peşə günüdür, işə qəbul günüdür, evlilik il dönümüdür, nişan günüdür və digər xoş günləri olanlara da bu münasibətlə təbrik ünvanlayıram. Hər birinə can sağlığı, uzun ömür arzulayıram. Uğurlar, müvəffəqiyyətlər işlərində əldə etmələrini arzulayıram. Və 22 avqust günündə də tarixi günlər vardır. 22 avqust günündə baş verən tarixi günlər isə bunlardır. 22 avqust 1138-ci ildə İngiltərə və Şotlandiya arasında standart müharibəsi başladığı gündür. 22 avqust 1642-ci ildə isə İngiltərədə vətəndaş müharibəsi başladığı gündür. 22 avqust isə 1654-cü ildə Jacob Simpson New Amsterdam'a, yəni New York'a gəlmişdir ki, bu da ilk Yahudi idi ki, Amerika Birləşmiş Ştatlarına səfər edirdi. Bununla yanaşı isə 22 avqust 1827-ci ildə Jose de Lemar Peru prezidenti seçildiyi gündür. 22 avqust 1848-ci ildə isə demək, 1848-ci ildə Amerika Birləşmiş Ştatları deməli New Mexico ərazisini öz ərazisinə qatdığı gündür.
22 avqust 1864-cü ildə isə 12 dövlətin iştirakı ilə Cenevra Konvensiyasına imza atıldığı gündür. Və digəri isə 22 avqust 1902-ci ildə demək Cadillac avtomobil şirkətinin əsası qoyulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.